Aynısı Interpolun axtarışında olan plastik cərrahla bağlı araşdırmaları nəticə verməyə başlayıb. Səhiyyə Nazirliyi Elçin Məmmədov və onun işlədiyi klinika ilə bağlı araşdırmalara başlayıb. Artıq məsələ ilə bağlı klinikada öz qərarını verib. Həkim Elçin Məmmədov işlədiyi klinikadan uzaqlaşdırılıb, amma bu Nazirliyin araşdırmasını dayandırmayacaq. Tünzalə Rafiq qızı mövzunu davam etdirib. Səhiyyə Nazirliyi Interpol tərəfindən axtarışa verilən plastik cərrah Elçin Məmmədovla bağlı araşdırmalara başlayıb. Nazirliyin yaratdığı komissiya həkimin və onun hazırda fəaliyyət göstərdiyi klinikanın qanunvericiliyə uyğun işləyib işləmədiyini araşdıracaq. Çünki Elçin Məmmədov xarici vətəndaş olduğu üçün onun Azərbaycanda işləməsi xüsusi icazə verildikdən sonra mümkün ola bilər. Azərbaycan qanunlarına görə xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları yalnız Səhiyyə Nazirliyinin şəhadətnaməsi ilə tibb fəaliyyəti göstərə bilər. Üstəlik, Elçin Məmmədov dövlət miqrasiya xidmətində xarici vətəndaş kimi qeydiyyatdan keçməli, əmək fəaliyyəti ilə məşğul olduğu üçün Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirlikləri də işə götürənlə onun arasında bağlanan müqavilələrdən xəbərdar olmalı idi. Amma Səhiyyə Nazirliyi bildirir ki, nə Elçin Məmmədov, nə də onun fəaliyyət göstərdiyi klinika belə bir sənədləri təqdim etməyib. Əgər həm xarici vətəndaşdırsa, xaricdə öz ölkəsində təhsil alıb, burada diplomlarını deməli təqdim edib, razılıq alır, xüsusi razılıq alır. Əgər Azərbaycan vətəndaşıdırsa, həmçin başqa ölkədə təhsil alıb, o da diplomunun yəni təqdim etməlidir və təsdiqlənməlidir o diplom Səhiyyə Nazirliyi tərəfindən. Heç bir belə sənəd verilməyib, yəni müraciət də olmayıb, mən bildiyimə görə. Plastik cərrahın işlədiyi klinika isə bu qalmaqaldan dərhal sonra onunla əməkdaşlığı dayandırıb. Klinikadan bildirdilər ki, onlar da bu cərrahla bağlı araşdırmalara başlayıblar. Ona görə də həkimə pasiyent qəbulu ləğv edilib. Lakin bu fakt Səhiyyə Nazirliyinin araşdırmalarını dayandıra bilməyəcək. Yeri gəlmişkən Səhiyyə Nazirliyi xaricdən dəvət olunan həkimlərin klinikalarda göstərdiyi fəaliyyətlərinin qanuniliyini yoxlamaq üçün monitorinqlərə start verib.